Təbirçilərdə. Və bugün gəldim, daha doğrusu səhər başqa işlərim var idi. Səhər telefonu açdım və xəbərim oldu ki, Dilya xanım var. Dilya xanım mənim üçün doğma, əziz, bir insan, bir dostdur. Təkcə bu cəmiyyətin sədri olaraq yoxdur ki, mən Dilya xanımla qabaqda bir neçə görüşmə təşkilatlarında, medialarda çalışırım. Və mənim üçün hər zaman tutduğum vəzifədən dostdan asılı olmayan insanlıq önəmli oldu. Buna insanlığa kəsdən dostluq qurdu. Və bugün Dilya xanım haqqında çox şey deyirəm. Çünki Dilya xanım əsl dostdur, əsl yoldaşdır və həqiqətən yola çıxılası bir insandır. Təbrik edirəm, əziz insan. Doğum gününü hər zaman bizim üzrə gülüş. İşlərinizdə bunlara edirəm. Və inşallah edirəm ki, bu dəmir yolu bütün Azərbaycanın sözün əsl mənasında əhatəsini alsın və bütün negativ halların aradan götürülməsində insanların